Say da əşyanın sayını bildirdiyinə görə demək saydan sonra isim gəlir. Yəni əşyanın sayını bildirir, miqdarını bildirir. Sayın sualları neçə, nə qədər, neçə, nə qədər, neçənci, neçənci. Bir də hansı sualıdır? Bu yaddan çıxan sualdır. Bura diqqətli olun, hansı sualıdır? Hansı sualı sifətindən sualı var axı. Neçə, nə qədər, neçənci hansı sualına cavab verir? Saydan sonra mütləq isim gəlməlidir. Bu suallara cavab verir. Bu suallara cavab verəndən sonra isim gəlməlidir. Məsələn, deyirəm ki, 3 kitab. Baxın, neçə kitab, nə qədər kitab? Say öz sualına cavab verəndə mütləq özündən sonra isim gəlməlidir. Məsələn, deyirəm ki, çox uşaq. Nə qədər uşaq? Nə qədər sualına cavab verdi və özündən sonra isim gəldi. Əgər özündən sonra həmin nə qədər sualına cavab verib, özündən sonra feil gəlsə, o daha say olmayacaq. Məsələn, deyirəm ki, çox oxu. Nə qədər oxu? Nə qədər sualına cavab verdi. Sayın da sualı var. Amma özündən sonra feil gəldiyinə görə bu artıq say yox, bu zərf olacaq. Yəni, saydan sonra mütləq isim gəlməlidir ki, bu suallara cavab verəndə özündən sonra isim gəlməlidir.